Havada nəinki qidamıza, eyni zamanda qəbul etdiyimiz dərman preparatlarına da mütləq fikir vermək önəmlidir və bilirsiniz ki, bir neçə gün ərzində elə aptekilərdə müəyyən bir reydlər aparılır və istərdik ki, mütəxəssisimlə bir bağlantımızı yaradaq və o bizə tam ətraflı məlumatlar təqdim etsin. Bəli, bizimlə canlı bağlantıda Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza Mərkəzinin əməkdaşı Elvin Nağıyevdir. Elvin müəllim, sabahınız xeyir olsun. Salam, sabahınız xeyir olsun. Necəsiz? Yaxşı olun, gününüz uğurlu olsun. Təşəkkürümüzü bildiririk və əlbəttə apteklərdə aparılan reydlərlə bağlı sizdən məlumat eşitmək istəyəcəyik ki, hansı nöqsanlar aşkarlanıb və bunların həlli istiqamətində hansı işlər görülür? 2026-cı ilin yanvar ayından artıq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə yoxlamaların həyata keçirilməsinə başlanılmışdır. Qeyd etmək istərdik ki, artıq cari ilin ilk ay ərzində 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb və aparılan yoxlamalar nəticəsində 7 aptekdə, 7 əczaçılıq müəssisəsində qanun pozuntuları aşkar edilib. Həmin qanun pozuntuları barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib olunaraq aidiyyatı üzrə təhvil verilib. Ümumilikdə qeyd etmək istərdim ki, yoxlama keçirilən müəssisələrin 10-u Bakı şəhərində, digər 38 isə Respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərə məxsusdur. Təşəkkür edirik Elvin bəy, uğurlar arzu edirik sizə. Çox sağ olun ətraflı məlumatınıza görə.